Xırdalan şəhərində 1985-ci il təvəllüdlü alim qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı 1990-cı il təvəllüdlü könüllü öldürməyə cəhd edib. Bərdə rayon sakini alim 2016-cı ildən rəsmi nikah münasibətində olduğu arvadı könüllün hadisədən bir neçə ay əvvəl onun mütəmadi spirtli içki qəbul edərək mübahisə yaratmasından bezib, az yaşlı qızını da götürərək yaşadıkları evi tərk etməsindən əsəbləşib. Daha sonra qadının ondan boşanmaq fikrində olduğunu bildirdikdən sonra onu bu fikrindən daşındırmaq niyyəti ilə bir neçə dəfə onunla mübahisə edib, boşanacağı təqdirdə öldürmək qərarına gəlib. 2024-cü ilin iyul ayının 3-də saat 13 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində könüllün yaşadığı evin yerləşdiyi Xırdalan şəhəri Quşçuluq yaşayış massivinə gedib. Küçədə arvadı ilə söhbət edərkən ondan boşanmaq fikrinin qəti olduğunu öyrənib. Daha sonra alim arvadını öldürmək niyyətini qətiləşdirib. Bu məqsədlə əvvəlcədən götürdüyü bıçaqla ümumilikdə qadına 21 xəsarət yetirib. Qadına vaxtında ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib. Alimin barəsində Cinayət Məcəlləsinin 2920.2.4-cü xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd maddələri ilə ittiham elan edilib. Məhkəmədə ifadə verən alim ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, onun həyat yoldaşı könüllü öldürmək niyyəti olmayıb. Aralarında mübahisələr olub. Könül işləmək istəyib. Mən də onun marketdə işə düzəltdim. Sonra onun telefonunda başqa şəxs ilə yazışmalarını tutdum. Qardaşı Elmiri çağırdım və olanları danışdım. Qardaşı onu döyərək telefonunu sındırdı. Könül and içdi ki, bir daha olmayacaq. Mən də telefon alaraq ona verdim. 4-5 ay sonra bu hərəkəti yerinə təkrarladı. Evdən qaçdı, qohumu evində qaldı. Gecə vaxtı qardaşı ilə həmin evə gedərək geri gətirdik. Qardaşı yenə telefonu sındırdı. Onu döydü. Sonra könül yenə evdən qaçdı və qızımızı məndən xəbərsiz və icazəsiz rayona göndərdi. Atasına da zəng edərək olanları danışdım. Dedim ki, bir aydır qaldığı qohum evində onun 2 dayısının oğlanları yaşayır. Düzgün deyil. O zaman atası məni dinləmədi. Bu dəfə qonşuda qaldı. Mən də getdim ki, danışıb münasibətlərimizi həll edim. Mənim üstümdə bıçaq olmayıb. Mənə nalayiq ifadələr dedi. Onu qorxutmaq istədim. Öldürmək yox. Nə qədər bıçaq zərbəsi vurduğum yadımda olmayıb. Amma sonra çox peşman olmuşam. Sonra könüllü maşında xəstəxanaya apardılar. Mən ən biri olmamışam. Öz səhvlərimi gizlətmək üçün mənə şər atıblar deyə o ifadəsində belə göstərib. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, həyat yoldaşı könül ilə olan nikahdan bir qız övladı dünyaya gəlib. Övladımın hazırda 9 yaşı var. Könül ilə əvvəllər münasibətim yaxşı olub. Hər ailədə olduğu kimi bizim də ailəmizdə də söz-söhbətlər olub. 2023-cü ilin avqust ayında könüllün mobil telefonunda başqa kişi ilə yazışmasını gördüm. Həmin vaxt qardaşı Elmirə zəng etdim, bacısının belə əməl etməsi və bizə gəlməsini bildirdim. Elmir gəldikdən sonra ona yazışmanı göstərdim. Elmir də bacısını döyərək mobil telefonu sındırdı. Bu hadisənin olmasına baxmayaraq övladım olduğu üçün könüldən ayrılmadım, birlikdə yaşadıq. Bir müddət sonra könül yalvararaq evimizdə olan dini kitab Qurana and içdi. Bir daha xəyanət etməyəcəyini dedi. Könülə inandım,
aləmin dağılması naminə bağışladım. Ona mobil telefon aldım. Təxminən 3-4 ay sonra hadisə yenidən təkrarlandı. Həmin vaxt könüllü döyərək evdən qovdum. Bu barədə qardaşına zəng etdim və çağırdım. Elmirlə birlikdə könüllü evə gətirdik. Həmin vaxt Elmir yenidən bacısını döydü. Yenə könül and içərək bir daha belə etməyəcəyini söylədi. Təxminən 2-3 ay gün sonra könül mənimlə yaşamayacağını dedi, qonşuya gedərək orada qaldı. Bundan sonra könülle mütəmadi olaraq mübahisə etdik. Könülle ayrılmasam da övladımı görmək üçün onunla mübahisə etmişəm deyə o ifadəsində qeyd edib. Təqsirləndirilən şəxsin ifadəsinə görə hadisə günü saat 13 radələrində qonşu Təranəgilə gedib. Həmin vaxt Təranə ilə Könül küçədə yola ilə gedirdilər. Könülə yaxınlaşaraq nə üçün övladımı göstərmədiyini soruşdum. O mənimlə qəzəbli formada danışaraq övladımı göstərməyəcəyini dedi. Ölən anamın və atamın ünvanına nalayiq ifadələr işlətdi. Bu söyüşdən sonra özümdən çıxaraq evimə tərəf getdim. Evdən mətbəxdən bıçaq götürərək onların yanına qayıtdım. Həmin vaxt onlar hərəkət edirdilər. Bıçağı gizlədərək könüllə təmkinli danışsam da o söyüş söyməyə davam etdi. Həmin vaxt bıçağı cibimdən çıxararaq onu vuracağımı dedim. Könül, əgər kişisənsə vur dedikdən sonra onun müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər getirdim. Könül söyə-söyə təxminən 10 metr uzaqlaşsa da yenidən onun yanına gedərək bıçaqladım. Daha sonra könül yenə söyə-söyə uzaqlaşdı. Yenə könülün yanına gedərək ona yenidən bıçaq zərbələri yetirdim. Daha sonra könülə yazdığım gəldiyi üçün onu taksiyə əyləşdirərək xəstəxanaya yola saldım. Özüm də bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Zərər çəkmiş könüllün sözlərinə görə evləndikdən sonra alimin bir neçə dəfə məhkumluğu olub. 2017-ci ildə Aləvi Abşeron rayonu Xırdalaş şəhərinə köçdük. Burada da alim fəhləlik edərək pul qazandı. Son 2-3 il ərzində alim ümumiyyətlə işləmədi. Bundan sonra ailə-daxili münasibətlərimiz pisləşməyə başladı. Alim həmçinin tez-tez ispirtli içki qəbul etdiyindən evdə mübahisələr yaratdı. Təxminən 2024-cü ilin aprel ayında alimlə çox kəskin şəkildə dalaşdıq. Həmin vaxt alim yenə də ispirtli içki təsiri altında oldu. Bu mübahisədən sonra alimlə ayrılmaq qərarına gəldik və övladımızı da götürərək qohumlarımın evində qalmağa başladım. Həmin evdə qaldığım müddət ərzində də alim yenə də həmin evə içkili vəziyyətdə gələrək mübahisə edib. Alimdən boşanmaq fikrimi qətiləşdirdiyim üçün o buna mane olmaq istəyərək tez-tez mübahisə yarattı. Qohum evinə, ailəsinə daha çox narahatçılıq verməkdən ötürü oradan çıxaraq rəfiqəmin yaşadığı Abşeron rayonu Quşçuluq yaşayış masivində yerləşən evə köçdüm deyə qadın ifadəsində göstərib. Zərər çəkmiş şəxs daha sonra ifadəsində əri ilə aralarında olan münasibətlərdən, sonunda qanlı cinayətin baş verməsindən danışıb. Alim xəsarət yetirməkdə məqsədi məni öldürmək olub. Çünki xəsarət yetirərkən sən ölməlisən sözlərini işlədib. Həmçinin orada olan insanların köməkliyi ilə alimi məndən uzaqlaşdırıblar. Əgər həmin şəxslər olmasaydı, alim öz məqsədinə nail olacaqdı. Alimdən boşanmaq üçün ondan ayrı yaşamışam. O isə məndən boşanmaq istəməyib. Alimin mütəmadi ispirtli içki qəbul edərək mübahisələr yaratması ailəmizin dağılmasının əsas səbəbi olub deyə zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə alim 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.